Elə bir günah yoxdur ki, Allah subhanahu wa ta'ala bağışlamasın onu. Tövbə ilə bağışlamasın. Düzdür, kim şirklə ölərsə, tövbə etməzsə, Allah bağışlamayacaq onu. İnna Allah la yaghfiru an yushraka bihi. Nas açıq aydın sarih ayədir. Düzdür axı? İnna Allah la yaghfiru bağışlamır. Yəni əbədən heç vaxt. İnna Allah la yaghfiru an yushraka bihi. Kim ki ona şərik qoşur. Sonra deyir ki, və yaghfiru bağışlayır. Mə dunə zəlikə limən yəşə. Ondan aşağı şirk. Şirkdən aşağı olan günahları isə istədiyinə bağışlayır. Yəni, hər kim bu dünyadan köçəndə günahlarının içərisində şirk olmasa, bütün günahları işlədib, tövbə etməyib köçüb, tövbəsiz. O insan bu ayəyə əsasən Allahın istəyi var idi, ikinci. Və yaxfiru mə dunə zəlikə limən yəşə. Ondan aşağı olan günahları isə istədiyinə bağışlayır. Şirk yoxdur ki, sən artıq Allahın istədiyinə bağışlayır, sırasındasan. Allah subhanahu wa ta'ala istəyəcək səni birbaşa bağışlayacaq və sən cənnətə gedəcəksən. Çünki səndə şirk yoxdur. İkinci hissəsindəsən ayəni. İstəyəcək səni bağışlamayacaq. Biz deyirik ki, o insan təhtə məşiyyətillah, Allahın istəyi altındadır. İstəyi altındadır, o deməkdir ki, heç kim bu dünyada cəzmlə deyə bilməz ona, sən cəhənnəmliysən, yaxud sən cənnətliysən. Çünki biz bilmirik Allahın istəyini. Başa düşdün əxi? Biz bilmirik Allah nə istəyəcək səndən eləsin. Səndən nə etmək istəyəcək biz bilmirik. Allahın istəyini heç kim bilmir. Lakin biz qəti olaraq deyirik ki, şirki deyilsə Allahın istəyi altındadır. Düzdür? Lakin şirki bağışlamayacaq. Çünki Allah vəd verib ki, İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru mə dunə zəlikə. Şirki bağışlamayacaq, biz deyirik ki, Allah Taala vədinə xilaf çıxmaz. Deyib bağışlamayacaq. Heç vaxt ola bilməz ki, Allah şirki bağışlasın. Lakin bu, tövbə etməyənlər üçündür. Qalır nə? Bəs tövbə edənlər, biz deyirik ki, tövbə edənlər bu ayəyə daxildir. İkinci ayəyə. İnna Allaha yaghfiru zunubə cəmiən. Allah bütün günahları bağışlayır. Burada bütün deyəndə şirk içərisindədir yoxsa yox? Tövbə eləyibsə də. İçərisindədir. Yəni, sən günaha görə tövbə eləmişsən, bütün günahlar, şirk də günahdır. Tövbə eləmisənsə bu günahı da bağışlayır. Lakin tövbə etməyib ölsən, sən bu o birisi ayədir, Nisa surəsindəki ayə. Tövbə edib ölsən, biz deyirik ki, bütün günahları bağışlayır Allah subhanahu wa ta'ala. Ona görə insan çalışmalıdır ki, günahdan sonra dərhal tövbə eləsin və şeytana qapı açmasın.